Sifarişçimizdən şikayət var. Məncə özünüz dinləyin. Güllə xanım, göydə Allah var. Allah sizdən razı olsun. Başda rəhbəriniz və sizin bütün komandanızdan Allah razı olsun. Allah sizə can sağlığı versin. Yəni sizin işləriniz çox mükəmməl, yüksək səviyyədədir. Çox yüksək səviyyədədir. Hər şey yaxşıdır. Özdə nə problem olubsa da ki, göydə Allah var. Bir gün, 2 gün o yana çəkməyibdir. Vaxtında həll eləmişsiniz. Hansısa bir sorğuda, hansısa bir şeydə iştirak eləmək lazımdırsa, gözümüzdə. Bir şikayətimiz var, yoldaşımın da mənim də ki, bizdə gəlib bir stakan çay içmirsiniz. Bir çörək yemirsiniz. Belə başınız qarışıb ancaq işə. Şikayətimiz bir dənə odur. Remont qutardı, deməli salam sağ oldu qutardı da. Düzünü desək, bu şikayət bizi həm güldürdü, həm də sevindirdi. Çünki bu mənzildə 2022-ci ildə bütün qapı və pəncərə sistemləri yeni plastik doğramalarla yenilənib. Yay mətbəxinə isə mükəmməl paket cam balkon quraşdırılıb və əlbəttə ki, duş kabin öz yerində. Bu illər ərzində sifarişçimiz cəmi bir dəfə yalnız ayarlamaq üçün bizə müraciət edib. Bu da bir fürsətdir ki, bütün sifarişçilərimizə bir xahişimizi çatdıraq. Təmir bitdikdən sonra bizimlə əlaqə saxlayın ki, sistemlərin ayarlarını tamamlayıb işimizin son imzasını ata bilək. Yəni bu layihədə çaydan başqa heç nəyə ehtiyac qalmayıb. Əgər sizin də tək probleminiz bu cür şirin bir şikayət olsun istəyirsinizsə, elə indi bizimlə əlaqə saxlayın.